25 yaşlı Coşqun Sadıqovun vərəm xəstəsi olduğu, eyni zamanda nitq qüsuru və kəkələmə problemi yaşadığı bildirilir. Onun əmisi oğlu Yaşarın sözlərinə görə Coşqun özünü ifadə etməkdə çətinlik çəkib, bəzənsə danışa bilməyib. Mərhumun nevroloji və psixoloji problemlərinin olduğu, bu səbəbdən də 7 il müddətində hərbi xidmətə yararsız sayıldığı qeyd olunur. Xəbərlər Net xəbər verir ki, bu barədə sosial məsələlər üzrə ekspert Zülfiyə Əbülfəz Facebook hesabında yazıb. O sual eləyir ki, uzun illər hərbi xidmətə yararsız hesab edilən Coşqun bu il hansı əsasla əskər aparılıb və xidmətə çağırıldıqdan qısa müddət sonra vəziyyəti niyə ağırlaşıb? Ekspert xüsusilə vərəm xəstəsinin yüzlərlə hərbçinin olduğu hərbi hissəyə göndərilməsinin ciddi risk yaratdığını vurğulayaraq, bu qərarda məsuliyyəti olan şəxslərin cavab verməli olduğunu bildirib. Xatırladaq ki, Müdafiə Nazirliyinin en saylı hərbi hissəsində xidmət edən Coşqun Zülfüqar oğlu Sadıqov Mərkəzi Klinik Hərbi Hospitalında vəfat edib. O, Masallı rayonunun Qızılağac kəndində dəfn olunub. Mərhum yanvarın 26-sında hərbi xidmətə çağırılmışdı.